Zəmanədə kimlər duaya inanır? Çox insanlar qaynanadan və baldızdan şikayət edir. Niyə gəlin köçəndən sonra 2 aydan sonra qaynananın yeri duaçıda olur? Bunu bir çox qızlarımdan eşitmişəm bu sözləri. Firuzə gətirincə damaşnikin içinə yerləşdirirlər, daloqa yerləşdirirlər. Məşhur olan isə qapının başına qoyurlar. Formada olanlarda video şəklində də bir çox hallarda görmüşəm. Qızımızın başına gələn belə bir hadisə var. Dilin sağından solundan bir dua tapıb nələr çıxsa yaxşıdır. Bayquş dırnağı, bayquşun gözü, rezilinə 8 dənə düyün vurub. Yəni bu o deməkdir ki, bəxti talihin bağladı. Buradan bütün cavan gəlinlərimə sözüm. Elə bir hadisəni yaşayan cavan gəlinlərimə aiddir. Çalışın evinizi hər həftədə bir sirkələyin. Bu hadisələrin bir çoxu isə rayonlarda yaşanır. Düşünürəm ki, öz övladının yoldaşı sənin bir balan sayılır. İnsan niyə öz övladının ailəsini dağıtmağa çalışır? Bir insan, bir gəncin həyatını niyə bağlamağa çalışır? Bir çox hadisələri bilirəm, amma burada o haqda danışmaq da istəmirəm. Siz nə düşünürsünüz qızlar? Belə bir hadisə kimlərin başına gəlib? Kirdiyim yemək isə turşu kababla aş idi. Həyətdə pişirdim, qəşəngcə nuş elədim. Yoldaşım da qəşəng əlində isti çörək gətirdi, hər şey yerinə də oturdu. Bəs qızlar, siz necə? Dediyim haqda nə fikirləşirsiniz? Yorumda gözləyirəm. Bəyənib takib etməyi də unutmayın. Hələlik.